Amerikanın Virginia ştatından hər birinizə salamlar. Hər vaxtınız xeyir olsun. Əziz Amerikaya gəlmək istəyən və Amerika barəsində maraqlanan dostlar. Bugün sizə Amerikanın növbəti ştatlarından biri olan Virginia ştatından söhbət eləyəcəyik. Gəlin videoya bir yerdə baxaq. Virginia Amerika tarixinin ilk 10-cu ştatı olub ki, İnqilab İttifaqına qoşulan ştatdır. Qərbində West Virginia'dır, amma bu ştata aidiyyəti yoxdur. Hal-hazırda mən Alexandria Old Town'dayam, yəni köhnə şəhər deyirlər. Jamestown'da salınan və ilk hələ də yəni yaşayışı olan qədimi şəhərdir. 1700-cü illərdir, səhv eləmirəmsə. Ən məşhur şəhərləri isə Arlington, Alexandria bu kimi şəhərləridir. Azərbaycanlıların ən çox üst tutduğu ştatlardan biridir. O sual verirlər həmişə ki, Virginia ailəvi gəlib qalınası ştatdır, yəni yaşanılası ştatdırmı? Deyərdim ki, bəli, çünki burada daha çox Azərbaycanlı ailəli insanlar məskunlaşıblar. Fairfax, Falls Church, yəni bu ərazilərdə daha çoxdur Azərbaycanlılar. Əsas məsələ ev rentləridir. Burada hər şəhərin özünə görə qiymətləri var. Misal üçün, Alexandria'da bir otaqlı evlər 1500-1800 arası dəyişirdi. Baxdığım, gördüyüm, yəni qazandığım təcrübələrdən danışıram ki, 2 otaqlılar isə 2000, 1800, 2500 dollar arasıdır. Virginia'nın ərazisi hardasa Azərbaycandan bir balaca çoxdur. 110 milyon belə olmalıdır, yəni kvadrat metr. Əhalisi isə nə çox, nə az, 8 milyon əhalisi var. Amma siz şəhərdə gəzərkən bu əhalini çox da hiss eləmirsiniz. Çünki ərazi böyükdür, çox böyükdür. Amma əhali sayısı çox azdır, yəni bu əraziyə görə. Və evlər də düşünsək ki, kompakt deyil, yəni sıx deyil. Sadəcə Arlington, bir də Alexandria tərəfdə var belə sıx evlər. Qalan çox yer demək olar ki, həyət evidir. Ərazidə adam görünmür. Təbii ki, bütün ştatlarda olduğu kimi burada da Latinların və başqa millətlərin məskunlaşdığı yer var. Anadel Latinların qaldığı yerdir, amma ümumilikdə mən Virginia'ya ikinci Ərəbistan deyirəm. Niyə? Çünki Virginia'da daha çox ərəblər və bir balaca da Afrika cəmaatı var, çox yox. Türklər və Azərbaycanlılar isə bəli, çox məskunlaşıblar. Səbəb isə Azərbaycan cəmiyyətinin, yəni Azərbaycan səfirliyinin bu yaxında olmağı, Washington DC-də olmağıdır. Bu mən Virginia'ya bilmirəm. Yəni, neçənci səfərimdir, 5-6'dır. Mən yaşamaq istəməzdim, yəni nə yalan deyim. Amma ailə ilə çox yaşayanlar var. Bəlkə də mən səhv fikirləşirəm, bəlkə də mən düz fikirləşirəm. Amma hal-hazırda Virginia'ya köçməyi heç planlaşdırmıram. Sadəcə gəlirəm, dostlarla vaxt keçirib qayıdıram. Bir də burada Alexandria'da bax belə gəmi, taksisi də var. Potomac çayının sahilində yerləşir. Old Town, Alexandria Old Town gedir. Bütün sahil boyu restoranlar, parklar, bax belə gəmilər, bir də hava limanına yaxın olduğu üçün bütün günü bax belə səslər. Ən çox bəyəndiyim tərəfi Virginia'nın, yəni bax bu hissəsidir. Baxmayaraq ki, paytaxtı Richmondda, demək olar ki, Richmondda çox adam qalmır. Bu Alexandria tərəfində daha çox adam qalır və daha çox insan buranı turistik məqsədli ziyarətə gəlir və ziyarət edir. Yəni, turist kimi gəlib burada dincəlirlər. Bir balaca bahaçılıqdır sırf Alexandria'nın bu hissəsi. Həm rent olsun, həm yeyib-içmək olsun, həm benzin olsun. Bir balaca bahadır. Hal-hazırda isə Old Town'un bir küçəsindəyik ki, sağ-sol hər yer restoran, hər yer mağazadır. İstəsəniz gəlib burada rahat əyləşib, yəni yeməyinizdə yeyib turistik kimi gəzə bilərsiniz, ya da ki, özünüzə də paltar al bilərsiniz. Amma almamışdan və yaxud da yemək yeməmişdən qabaq bir 2-3 dəfə fikirləşin ki, çox bahadır. Yəni, çöldə yemək də olsun, paltar da olsun. Yenə də məsələ sizin.
Right, so Ja, ulit doré. On va tout doré. Məndən bu qədər. Özünüzdən müğayət olun. Kanalıma abunə olub videoları bəyənməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.